Üç prenses kızımızı bir gün eve yola salırıq. Üç möcüzə balalarım. Şükürler olsun kucağımızdadır ve bugün sevinirik. 5 ildən sonra Alisa kızımız mamaçıkasında ağır yumurtalı polikistot sindromu idi. İnsülin problemi var idi. Folikul yetişip partlamırdı. Zo problemi ve onlara baxmayaraq 2 ilə yaxın gəldi. Səbirlə nəticəmiz oldu. Həmləlik baş verdi. Həmləliyimiz çox çətin keçdi və şükürlər olsun qucaq dolu. Körpəmiz qucağımızdadır. Bugün eve yola salırıq sizi. Təbrik edirəm. Böyük qız olsun. Çok sağ olun sizin sayenizde. Ben 5 yıldan sonra ana oldum. Her şeyi size borçluyum, minnettarım. Yaxşı ki varsınız. Təbrik edirəm. İkinci növbəti qızımız 8 ildən sonra dünyaya gəlib. Mamaçıkasında hormonal disbalansı idi. Folikul yetişib partlamırdı və möcüzə günü, möcüzə balamız dünyaya gəldi. Həmləlikdə çətin keçib, çox çətin keçib, laxtalama problemi və sairə problemlər ona baxmayaraq əməliyyatımız da çətin keçdi, amma şükürlər olsun maması da yaxşıdır. Körpəmiz də qucağımızdadır. Çox sağ olun. Sizin sayenizdə doktor. Yaxşı ki varsınız, yaxşı ki sizi tanımışıq. Bu gözəl möcüzəni, həqiqətən də bu Möcüzədir, möcüzədir. bəli. Və bizə bu günü yaşatdığınız üçün sizə minnətdarıq. Göydə Allaha sizə yerdə təşəkkür edirəm. Təbrik edirik. Səlimə qızımız böyük qız olsun inşallah. Xoşbaxt, sağlam olsun. Elisa qızımız 1 ildən sonra dünyaya gəlib və həmləliyimiz çox çətin keçib. İlk dəfə gematomamız var idi. Sonra uşaqlıq boynu başladı qısalmaq və açılmaq. Ona baxmayaraq tikişsiz yataq rejimi və müalicə nəticəsində çatdıq 38 həftəsinə, hətta 24 həftədə uşaqlıq boyun olmuşdu 25 milli. Və yataq rejimi, güclü müalicələr, axırda da belə prinses qızımız dünyaya gəldi. Şükürlər olsun. Hər şey yaxşıdır. Sizi təbrik edirəm. Evet, çok sağ olun. Gerçekten bu mucize bana bana siz nasip ettiniz. Önce Allah, sonra siz. Çok sağ olun inşallah. Güzel günlerini görək hep beraber. Bəli. Hamımızı təbrik edirəm. İstəyənlərə qismət olsun. Bütün evlərdən belə körpə səsi gəlsin və bütün qucaqlar dolu olsun həmişə.